Salam əziz şagirdlər. Bugün sizlər üçün olimpiyadanın yarım final mərhələsinə düşən belə bir funksiya sualını izah verəcəm. Fx funksiyası 1 bölünsün x kvadrat plus 9x plus 20 şəklindədir. F1 plus F2 və F26-ya qədər, 2026-ya qədər olan hədlərin cəmini istəyir. Burada əvvəlcə biz nə etməliyik? Fx funksiyasını sadələşdirək. Fx funksiyasını biz 1 bölünsün x kvadrat plus 9x plus 20'ni sadələşdirə bilərik. Bunu x üzərinə gəl 4 vurulsun, x üzərinə gəl 5 şəklində vurgulara ayıra bilirik. Kvadrat üçədlinin vurgulara ayrılma qaydasına görə. Və buradan da bunu 1 bölünsün x üzərinə gəl 4 çıxılsın 1 bölünsün x üzərinə gəl 5 şəklində yazırıq. Və buradan da birinci f1'i tapmaq üçün x-in yerinə 1 yazarıq. 1 bölünsün 5 çıx 1 bölünsün 6 olacaq. F2'ni tapsaq 1 bölünsün 6 çıx 1 bölü 7 olacaq. F3'ü tapsaq 1 bölü 7 çıx 1 bölü 8 olacaq. Bu şəkildə F2026'nı tapsaq bu da olacaq 1 bölünsün 2030 çıx 1 bölünsün 2031 və bunları tərəf-tərəfə toplasaq altda 1, 7-də 1 bu şəkildə bunlar gedəcək, qalacaq. F1 üzərinə F2 üzərinə gəl nöqtə F2026 bərabərdir 5'də 1 çıx 1 bölünsün 2031. Bunu da biz yaza bilərik 10.155 orta məxrəc. Burada da qaldı 2031 çıx 6 o da bərabərdir 5 daha doğrusu 10.155'te 2026. Demek